Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti qayıdış baş tutub. Doğma torpağına qayıdanlar ölkənin müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı şəhərinə 5 nəfərdən ibarət 1, Ballıca kəndinə isə 29 nəfərdən ibarət 8 ailə qayıdır. Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət olan 85, Ballıca kəndinə isə 811 nəfərdən ibarət 172 ailə qayıdıb. Ailəmlə birlikdə, nəvəmlə Xocalının Ballıca kəndinə bugün gedirik. Bugünü bizə yaşadan Allaha min şükür olsun. Rayondan çıxanda 27 yaşım vardı. Artıq mən 60 yaşından dönürəm Ballıca kəndinə. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, şəhidlərimizin analarına səbir versin. Bu günləri mən nəvəmlə o torpaqlara qayıdıram. Nəvəm yanımda oturub və inanın ki, o uşaq məndən də həyəcanlıdır. Şükür bu günə ki, biz elimiz obamıza qayıdırıq, Ballıcaya qayıdırıq.